23 aprel Ümumdünya Kitab və Müəllif Yılları günüdür. Siz yaxşı bilirsiniz ki, kitabların insan həyatında böyük rolu vardır. Kitabı böyük müəllim adlandırırlar. Kitab insanın dostudur, sirdaşıdır. Biz həmişə sizə tövsiyə edirik ki, kitabxana ilə əlaqə saxlayın. Yaşınıza uyğun ədəbiyyat mütaliə edin. Bizim kitabxanaçılar da həmişə şagirdlərimizə xidmət edirlər. Onlar da kitabları verdikləri şagirdlər, kitabı götürəndə onları oxuyub oxumadıqlarını soruşurlar. Həmin əsər haqqında suallar verirlər. Bu da təbii ki, uşaqların mütaliəyə marağını artırır. Mən inanıram ki, bugünkü tədbir sizdə kitaba böyük məhəbbət, mütaliəyə maraq yaradacaq. Gəlin biz tədbirimizi açıq edək. Gələcəyə aparaq. Bu sayəsində yeni mövzular, yeni yazıcılar yaradır və yeni kitablar işimizdə çıxır. Mən o zamanda da mənə aid kiçik bir kitab müddəsi vardı. Mən kitabları çox istəyirəm. Siz də kitabları çox istəyirəm. Kitab insan üçün mənəvi qidadır. Dahi şairimiz Səməd Vurğun demişdir ki, kitabsız bir ömrün nə mənası var? Kitab mənim üçün tacdan qiymətlidir, deyib atalar. Zəhmət, günü günə qatdılar. Dünyada böyük nemət, kitabı yaratdılar. Neməti təbiətin gün kimi işıq saçdı. Həyatda hər sənətin sirrini bizə açdı. Kitab böyük müəllimdir. Sinəsində min aləm var. O səni bir insan kimi gah güldürər, gah ağladar. Kitab kimini şair, kimini alim edir. Sənin müəllimini kitab müəllim edir. Kitabın min sirri var, sənə deyin birini. Kitab oxumayana, kitab vermir sirrini. Yəqin ki, tədbirimiz xoşunuza gəldi. Siz kitab haqqında xeyli məlumat əldə ediniz. Kitabxanaların nə vaxt yaranması, kitabların insan həyatında bu barədə kifayət qədər məlumat aldınız. İnanırıq ki, bugünə qədər də sizin kitabxana ilə fəaliyyətiniz yaxşıdır. Bundan sonra da daha da yaxşılaşacaq. Elə deyil mi uşaqlar? Bununla da tədbirimiz yekunlaşır.